Herkese selam. Necəsiz dostlar? Kanalıma ve videoma hoş gelmişsiniz. Yeni vlogdan sizi salamlayıram. Özdə ürəkdən. Necəsiz? Karşınızda mən Game Ice, bu kanalın sahibi, yeni vlogla karşınızdadır. Bəli. İnşallah tanıdınız məni artık. Please kanalıma abone olun ve videoma like atın. Bu güzel vlogla yeniden karşınızdayım arkadaşlar. Evet. Bugün çok maraqlı ve güzel bir vlog olacak həqiqətən. Çünkü bugün mən neyniyəcəm? Biz gözəlcəsinə ailəvi kampa gedirik. Yani bir güzel mekana kamp etmeye, bilirsə kamp ne demək deyə də araşdırın. Kamp, ocaq falan, necə deyim, piknik. Elə bir şey diyormuşum. Bilenler bilir, bilenler bilmeyenler de bilenlerden soruşsun. Bilenler zahilece etrafı narahat olmayın. Yorumlarda lütfen. Ama unpacking olacak, kamp olacak. Möhtəşəm vlogdur kızlar. Əsl siz istədiyiniz hem ev vlogu, hem kamp vlogu, hem gəzinti vlogu, hem unpacking, her şey var ama karışık vlog değil. Bir günümün vlogudur. Sadə şəkildə təqdim edəcəm sizə. Bəli. İlk önce kombinimi göstermek istedim. Bugünkü kombinim boz renkli. Akrasovka, boz şalvar, boz kofta ve qara ağ şapka. Süper kombindir kızlar. Kızlar, belə gözəl kargo sifariş etmişdim ve dünən axşam gəldi. Ben de dedim, ben sabah vlog çektim, zaten kampa giderim. Zaten mutlaka vlog çekəcəydim. Ve hava ise dumanlıdır belə. Kamp havası değil aslında. Yani birazdan təxirə salına bilər bu kamp. Ama neyse artık bakacağız. İnşallah gedəcəyik. Bol hazırlıklar gelir kampa. Bugün kamp var. Hava düzələcək inşallah, zaten narahat olmayın. Çünki həmişə belə havadan sonra, zaten dünən də yağış yağıb. Belə havadan sonra mütləq bir dənə şey isti çıxır və gün çıxır. Oh my god olur hava. Super olur yani. Bu kargonun içərisində tək mənim üçün lazımlı əşyalar yoxdur. Hamısı geyim və aksesuardır və ya da ayaqqabıdır. Yəni belə bir şeylərdir, narahat olmayın. Bunu da demək istəyib və mənim oxucu gözəxör. Oh my god. Hə, nəzər çatdırırım. Anamın da var, bacımın da var, mənim də var. Daha bacılarımın. Məndən əl çəkmədilər ki, arkadaşım, bacılarım da. İndi açaq birlikdə. Tam olaraq 9:30-da uyanmışam qızlar. Əynimi geyinib, bəzənib düzənmişəm. Və hal-hazırda saat 11-in yarısı idi. Bayaq. Mama dedi ki, gəl yemək ye. Mən də getdim, elə yemək yedim. Hal-hazırda saat 1'ə işləyib 10 dəqiqə. Yəni 12-11-dir. Və 40 dəqiqədən çox hava dəyişildi. Bəli. Daha da belə hava qızışdı, yəni istiləşdi və gün çıxdı. Dediyim oldu, elə görürsünüz. Manifest. Neyse. Kargonu birlikdə açaq o zaman. Gəlin, kargomu birlikdə açaq. Unpacking. Həmən. Deməli qızlar, elə əlimə gələn ilk məhsul bu şal oldu, kələyağı deyil, şərfdir. Şərf. Bənövşəyi rənglidir. Bilirsiniz ki, böyük bacımın ən sevdiyi rəng bənövşəyi rəngdir. Bəli. Ona görə də belə gözəl bənövşəyi rəng, qalın və isti, qəşəng boğazını tutmaq üçün çox gözəl bir şərf sifariş etdi. Dedi ki, bunun sifarişi çox qəşəngdir çünki. Mən də sifariş etdim, inşallah bəyəndi zaten. Yenə də bəyənəcək, əminəm. Çünki ən sevdiyi rəngdir və ən sevdiyim məhsul çox qəşəngdir. Mən də özümə sifariş edəcəm. Ya qara rəngini sifariş edəcəm, ya da ağ rəng, ya da boz rəngin, bilmirəm. Başqa rənglər ola bilər əslində, nədən də olmasın. O bu bacımındır, yəni böyük bacımındır. Böyük bacım Aygünündür, fortepiano müəlliməsinin. Belə deyək. Bu da ayaqqabıdır qızlar. Belə
tünd korичnevli rəngində, qaraya da bənzəyir, basanoşka kimi. Bu mənim anamın ayaqqabılarıdır da. Anam mənim belə klassik şeylər çox sevir. Anamın tərzi, yəni klassikdir. Belə şeylə bayılır həqiqətən. Ona görə bunu anam üçün sifariş etdim. Bəyəndiyi üçün özü sifariş edib. Bəli. Mən saat 9:30 durmuşdum və makyaj falan yeyənə qədər saat 11-in yarısı olmuşdu. Elə mən sizə öncə, yəni o zaman parkinqə başlamamışdım amma əvvəl, yəni amma salamlaşandan sonra mama dedi ki, gəl yemək ye və yemək yedim. Gəldim. İndi saat neçədir deyim sizə? 12:17-dir və hava uje dumanlı deyil. Gün çıxdı, gün gəldi, buludlar getdi, gün gəldi. Bir yəni 50 dəqiqə ərzində hava tam olaraq düzəldi. Super, manifest elədik. Aha, belə. Sonra belə bir şapka var. Bunu özüm üçün almışam. Mavi rəngli kombinlərlə geyinmək üçün məncə yaxşıdır. Gəlin elə bunu başımda da sınıyaq. Normaldır. Yəni yaxşıdır. Bunu qoyaq bura. Bəli. İkinci əlimə gələn məhsul belə bir şilyapada papaqdır. Deməli adamın qəşəng başını isti tutan və qalın materialdır. Mamanındır bu da. Belə klassik şeylər ancaq mama üçün sifariş etmişəm. Çünki mamanın tərzi klassikdir və belə şeylər sevir və belə şeylər sifariş edib. Məncə qəşəngdir. Klassik qəşəng palto falanla geyinməklə əlbəttə. Oh my god, qəşəngdir. Bu da mamanın, mamankilə bir tərəf qoyun. Belə bir sırğa sifariş etmişəm qızlar. Qəşəngdir də məncə. Gəmdən taxım yoxlayaq da. Baxın belə durur qulaqda. Normaldır, qəhvə idi, belə yumru. Nə bilim day nələrdir var. Amma yaxşıdır məncə də. Və belə bir yeni ayaqqabı almışam. Qəhvəyi rəng. Ay Allah, yumşaqdır. O qədər qəşəng isti materialdadır ki və qalındır ki, ayaqlarımı isti tutacaq. Buna əminəm. Bunu vloglara sizə göstərəcəm ki, isti tutacağını. Ayağımda belə göstərim. Qəşəngdir. Krasovka, yəni materialındadır. Yəni ki, qızlar, sportdur da. Başa düşüncəcə, sportdur, bəli. Qəşəngdir. Şey oxşur, hətta Ugiyə. Bəli qızlar, onu da göstərdim sizə ayaqqabıları. Sonra deməli burada nə var? Aha, baxın. Belə üzüyü var qızlar. Sadə gümüş formasında üzüyü də əslində bunu barmağımda göstərməyən bir o qədər mənası olmadığını düşünürəm əslində. Çünki normal üzüydü. Yəni sadə məncə də. Və belə bir benim şey və mavi renk, yaşıl renk tuta bilmədim rəngi. Broşqadım. Yaraşmadı, ayda belə taxdım qızlar. Daha da qəşəng taxa bilərik, amma biraz çox aşkovaya da bilmədim. Tərzini tuta bilmədim ümumiyyətcə bunun. Mən bunun ümumiyyətcə tərzini tutmadım. Necə bir şeydi, tərzini tutamadım ki bunun. Nəysə qızlar, bəyəndik. Amma fotodakı qıza qəşəng yaraşmışdı həqiqətən. Neysəm. Hə, bunu da sizə göstərmək istəyirəm. Nə götürmək istəyirdim mən, nəyə gəldərmə. Mama üçün daha bir məhsul. Belə qəşəng qalın qış üçün palto. Bəli, demək qızlar, qəşəng baxın. Həm bunun papağı var da. Həm papağı var bunun, baxın. Həm uzundur. Materialı da qəşəngdir, qalın, isti, yumuşaq. Papaqlı, boyunlu, çox isti tutacaq bir materialı. Mama dedi ki, elə bunu sifariş edək. Təəssüf ki, bunun bir qəhvəyi rəngi qalmışdı, bir də mavi rəngi. Mamanın nəzik payız üçün qəhvəyi rəngli palitosu olduğuna görə bildiniz də hansıdır. Məndə də var bundan. Baxın, bunun eynisindən olduğuna görə mamada. Mama dedi ki, elə bunu sifariş edək mənə. Mən də dedim, tamam yəni. Mama bunu desə, onu sifariş etməliyəm. Necə yəni? Nəysə. Sonra baxaq başqa məhsullara. Vaxtımız bir o qədər heyif ki, yoxdur. Aha. Mən kostyum istəyirdim çoxdandır.
Belə bir qara crop almışam bu arada. Hə. Çoxdan da deməli qızlar, bilmirəm, bilirsiniz, bilmirsiniz, mən dəhşət nə istirdim? Kostyum dəst. Onu göstərərəm indi sizə. Əslində otağın bu dağınıqlığına baxmayın. Orada bunlar mamanın deyini qoymadım ki sumkaya. Neysə. Hə. Deməli bu da mamanın da bu ətək. Şey, bu bacımındır. Bir də belə şalvar var, neysə bu da mamandır. Mamankiləri yığım qoymuşlar. Hə, dağınıq olması otaq. Deməli, yəni belədir. Bu qəşəngdir məncə. Amma bu nazikdir, çox nazikdir. Yəni bu payız üçün və ya da yaz yay ayları üçündür. Beləsi də var. Bu da qəşəngdir. Bu da çox qəşəngdir. İnansız qıza çox qəşəngdir. Bayıldım. Buna da həqiqətən muhteşem. Sonra bir dənəsi də var. Aha mı? Yəni bir dənə tək belə aldım. Amma belə şalvarda aldım bir dənə. Bəyənmədim bir o qədər. Çox boldum. Bol da var, boldu da qızlar. Bu nədir? Bol da var, boldu deyirəm sizə. Nə bilim valla. Kızlar biz gedirik kampa. Bəli. Saat da 1'ə qalıb 10 dəqiqə. Uca hamımız hazırıq. Mən də sizə parking elədim qəşəng. Aldıqlarım da bura qədər idi qızlar. Özümlə çanta falan götürmürəm. Heç kim götürmür. Çünki qalmağa getmirik təəssüf ki. Yəni birinci saatlıq oturacaq, ələcək deyə gülür. Gələcək də yəni. Sizə çəkəcəm zaten vlog. Saçıma sprey. Olmazsa olmazdı həqiqətən hocam. Bacım otağım. Bacımın çiçeklerine bakar mısınız? Çok güzel. Neyse dayı bura koyuyor. Bilmirəm niye bura koyur bu kız. Neyse. Vay kimleri görürük. Salam salam. Necəsiniz dostlar? Bacım da sizi salamlıyor arkadaşlar. Adı Aygündür. Hə bilirlər zaten. Evet. Adı Aygündür. Neçə yaşım var? 25. Fortepiano müəllimə sağ olsun. Arkadaşlar bunlar mənə aldatdılar. Ay qız, Aygün. Bəs sən mənə dedin mən indi mən uşaqlarla, dostlarla, qızlarla unpacking etdiyim dedim, göstərdim. Ben o şey renkli şərfi taxacaqsan. Hanı bəs? Nə bilim gördüm ki bir o qədər soyuq deyil dedim. Onda ehtiyac yoxdur ona. Ona görə takmadım. Gələn səfər geçen bir ben öpüşeyle kombini takarım aşkım. Narahat olma. Teşekkürler bu arada. Bu arada. Oraya girmeyi. Orada şeyler var. Boşqablar yığıblar bura. Ne için? Ne için? Mamam, canım. Keçbəraz. Keçbəri. Mama. Ana əsasdır. Salam dostlar. Necəsiz? Mamamın kombini. Şaka mı? Kız sen ne yapmışsın? Neler giymişsin? Fışır mışır. Teşekkürler. Çok sağ olsun güzelliğiniz azizlerim. Çok güzel gerçekten. Seni seviyorum. Çok güzel. Çanta hep ki daim işleri çıktığına göre arkadaşlar daimgil gidebilmirler. Biz mamuçka maşınıydı çünkü ondan başka maşını yoktu. Bacılarım bacısıdır. Benim canım balaca bacım. Böyük bəs böyük. Sen saydıqda day. Salam, necəsiz arkadaşlar? Nasılsınız? Ne yapıyorsunuz? Kız gedib mənim koftamı, gedib mənim çantamı, gedib mənim broşkamı. Nasıl adamsın ya? Gerçekten nasıl adamsın? Anlayamıyorum. Mən də dikdə anladım. Kendim bilirim. Ne giyerim. Sana ne? Saçtan çok teşekkür. Teşekkürler ederim. Zaten hep öyledir. Senin gibidir hep de. Ablasının yürüyüp. Canımın canı merhaba. Mezelenir ya buradan. Canımın canı merhaba. Yani sağ saymıram da.
Oh my god, mən saymıyorum bacım. Neyse. Ay kız gel. Linza takmışsın ha. Linza, arkadaşlar linza takıp. Lens takmış, lens kullanıyor. Bu da mənim bacım, deməli Ayşədir. Bəli. 20 yaşı var, universitetdə oxuyur Bakı dövlətdə. Maşallah, tamam. Tamam, bildilər, çox sağ ol. Git də. Ne abartırsan her şeyi. Yani bilmeyenler için söylüyorum arkadaşlar. Anlamı gitti biz kampa. Kamp zamanı. Arkadaşlar geldik kampa. Saat da deməli neçə? 2'ye qalıb 5 dəqiqə. İndi gəlib düşdük maşından. Qəşəng gördüyünüz kimi buranın gözəl havasını çəkdi içimizə. İndi nə edirik? Sakitləşmə zamanıdır deyirəm. 10 dəqiqə durur, sakitləşirik, rahatlaşırıq, dincəlirik. Qəşəng burada baxın. Görün necə gözəl sıfırdır. Ay Allah, necə kamp eləyirlər. Ay Allah. İncə Halloween'a ait baxın şey də qoyublar. Çox sağ olsunlar. Halloween qurtar be, nə bilim də. Biləməm. Burada baxın elə görün nə var. Tədbirli adamlardır. Tədbirli. Ay sağ ol. Elə o tərəfdə də kamp var. Gəlin buralara sizə göstərim ümumiyyətcə. Belə sadədir. Deməli burada qəşəng kamp eləyəcək axşam. Balıq tutacağıq bir də arkadaşlar. Baxın burada balıq tutma yeri var. Görüncə qəşəng. Ay Allah. Şəlalə var. Hamısını vloglayacağım. Rahat olun. Gəliyor. Çox sevincliyəm. Çünki ailəvi kampa gəlmişik arkadaşlar. Saat 3 tamamdır. Olmağı biz hələ də heç nəyə əl vurmamışıq. Sadəcə oturub belə qəşəng foto çəkdirmişik. Havadan almışıq. Bəli, evet arkadaşlar, indi başlayırıq yemək yeməyə. Bu nədir? Mənim yanıma qoyubları belə əsəb olurum. Neysə. Hə, yenə bax çiyələk qoyublar bura. Sitros meyvə. Alın. Pomidor imiş. Memnun oldum. Çeri pomidordu. Çiyələk yox. Doğrudan çiyələk edirəm mən ona. Burada geçen bas sandviçler, mama yemeği ister sandviç. Yiyirik. Burada bak bunu ben yiyirəm. İşte bunu bacı, bunu o biri bacı. Bacım burada uzanır, sonra durur. Burada geçen pankek yiyir. Sonra böyle bir şey görürəm. Burada yine yiyirəm. Bacım yine yiyir. Bacım yenə yiyir. Baxın. Hamısını çəkirəm ki, yiyirlər. Çox yiyirlər, yaman yiyirlər. Baxın, yenə yiyir. Deməli, qızlar, saat 4'ə qalıb 20 dəqiqə. Biz yedik, içdik. Sakitləşdik, rahatlaşdıq. Kamp deyilən bir şey nədir anladıq və bizə də bir istirahət oldu. Fotosu silədik. Neyse, onları açsam ama. Ha. Bir şeydi. Baxın, dadını yaşılı ver mən, yaşılı. Mən yiyəcəm onu. Aysa çox sağ. Mənə də verin də az. Bacıya verin, mən onu xoşlamıram. Ha, aysa. Uzanıb orada. Neyse. Hə, deməli arkadaşlar, yəni elə. Nə elə? Nə bilim. Bu qutardı. Alsa qutmam. Çox sağ. Hə. Belə qəşəng kampus. Evet. Birazdan gedəcək şəlalədə şəkil çəkdirməyə, şəlaləyə baxmağa bir 5-10 dəqiqə. Buradan izləyirik olmağıma yaxından da. Sizin belə daşların sizlərlə çıxaq. Görək olar, icazə alıb gedərik. Nə var ki burada? O tərəfdə nə qədər adam var, kampda deyirlər. Günlər qəşəng. Elə buradan bir ikisi görünə bilər. Ona görə kameramı belə çəkirəm ki, heç kim görünməsin arkadaşlar. Aynen. Gələcək. Bir dəqiqə. Burada mən bir hoqqa verəcəm şimdi. Arkadaşlar gəl görək. İnanın. Daha nə deyim? Ben tutacağım onu. Durun. Bekleyin arkadaşlar. Becermem gerek. Bizde
Bakın indi bir an telefon tuttum. Balık tutacağız. Var o saat 4'te. 5 dəqiqə qalıb. Ayağım öncə buna yaxınlıqdır. Hə, indi mən bunu belə eləyirəm, düzdür? Hop balam, hop. Aa, tamam. Aa, heç nə qıranmadım. Tezdən eləyim. Duyamıram. Desin gəlməsə. Ha, tamıyorum. Hayda, olmur. Becereceğim. Acil. Tuttum. Yes. Şimdi bunu hara koymalıyım. Bırakırım. Bir tane balık tuttum. Yes. Ve yaşasın. Aa, bildim bu arada önce tutmaq olar. Zaten bilirsiniz ki benim atam balıkçı olub. Yani ve balık biz sevirik, çok sevirik. Şimdi bunun dışında biz artık kamp eləyib yiyəcəyik. Oh my god. Atırıq, düzdür. Ona yaxın gələn ərəfədə onu tuturuq. Ama bu geliyor. Bu geliyor artık. Evet. Neden gelmedi ki ya? Neden dönüyorsun ya? Seni anlamıyorum. Tut. Ayda tanmadım, geciktim arkadaşlar nedense. Tutanda size mütlak göstereceğim. Olsun mənə qızlar. Çok profesyonel işler görürəm. Çok bacarıqlıyam həqiqətən, maşallah. 2 tane balık tuttum. Bəli. Bizimkiler direkt gel cehennem bu tarafa biz tutaq. Öyle düz deyirlər düz. Düz değil mi arkadaşlar? Onu değiştirin de bir zəhmət düz. Bir şey balığı tuttum. Yaxşıdır. Gözdə. Aa, niye olmadı ki? Aslında şey bacarım onları yoğurdum. Yapamıyor musunuz? Çünkü onun kırmağı değil. Ona göre. Oh my god, tutabilmeyecek balığı. Balık tutamayacağım. Ada. Şükür tattık. Aa, bildim. Ha, belə. Ben yapacağım. İndi sıra bacımdadır. Evet. Balıqları qaynaşdıraq, yemək dirəklərini. Və qarmağı belə, balıq qarmağını belə bacım güclatdı. Amma tutdu, elə ilkdən tutdu özdə, amma zibil qab tutdu. Neyləsin yazıq. İndi yaxşı yerə atdım məncə, çünki orada balıqlar daha çox olur. Və balıq tutdu ikincidən ucuda. Məncə yaxşı oldu da. Düz deyil. Üçüncü balığımızı da biz tuttuk. Maşallah. Bacımın da 2 dəfə eləmə, 3 dəfə eləmə şansı var idi. Evet. Bu ikisini kaybetti. Sonuncu şansıdır. Onu görə yapabilecek mi? Orada balıqları şey deyib o. Belə baxın. Jestik kaybıyor. Tutanmadı, heyif. Uca son bitti bacımın şansı. O boyda fortepiano müəlliməsi, 25 yaşlı həyat təcrübəsi böyük olan bacım, böyük bacımızda. Aygündən beklədiyimiz bir dənə performans var idi. O da bir tane balıq, məndən 2 dənə balıq. Görək bu mənim gözəl, saf balaca bacım Ayşədən 2 dənə balıq tutabiləcəyik. 11 yaşda bu arada. O da atıyor. Görək o necə tutabiləcək balıqçı qızı da. O ilkdən tutacaq, inanıram. Tutmadı, heyif. Son 2 şansı kalmış şurada da arkadaşlar. Evet. Görək. Niye tutmadı? O yanından keçdi. Balık yine yanından keçdi. Ay Allah'ım, səbir ver. Aa, tuttu arkadaşlar. Aa, bir tane sonuncu şansını eləyir bacım. Merak ediyorum. Gerçekten çok merak ediyorum. O balık yanından keçdi mesela, onu tutmadı. Belə mallığı var bacımın. Burada həvəsli qalmadığına görə atdı və təbii ki də qab tutdu belə bir şey. Və bacım da bir dənə balıq tuta bildi. İndi mamamın sırasında biz düşmüşük bura. Burada qəşəng bir dənə balıq, kim çox balıq tutar challenge yapıyor. Balıqçı yoldaşım. Bəli. Aytaçın xanımdır, kosmetolog. O
balıqlara deyir ki, gəlin sizin dodaqlarınızı dolğu elətdirim, yanaqlarınızı botoks elətdirim. Mən ucu bu səfər ona inanıram ki, ona gələcəklər ucu. Ki, ay nə botoks elətdir, hə, inanıram. Mama tutanmadı, 2 dənə ama tuta bilərdim. Burada elə bir futbol komandası qurmuşuq. Elə danışıram kim gəlir həqiqətən mənə. Falan şey çempion oldu. Arkadaşı tutuyoruz. Mama yine kap tuttu. Oh my god. Bunlar 3 tane kap tuttular. Niye bu kadar böyle bir şey var? Ama bu sefer çok uzağa ve qəşəng yaptım. Ama turpa bilmirəm balıq bir o kadar gəlir yoksa gəlmir. Hiç bilmiyorum. Ama yine istedi ki atsın tutsun. Görək ne oldu. Ben balık tuttum. Ne kadar balığımız oldu. Mama bir defa da atar. Deyir ki bunu Cürey həqiqət tutacağım. Görək olmadı. Mama da bu kadar. Yine güzel işi var həqiqətən. Mama oradaki balıqları gətirdi bura indi. Mama pişirməyə çalışdı və qabları, qaşıqları koydu. İndi pişirəcək mama. Bacım orada dayanıb közün qabağında görür bunu kim nə edir. Mən də biraz bəlkə bir şey öyrəndim. Bu biri balaca bacım Ayşə yatıb ucu, yatır, uzanıb. Mən də görüb nə edirəm burada. Görə bu da nə şeyər. Mən də vlog çəkirəm. Mənə heç kim heç nə deməsin. Mənim çox böyük bir işim var, sənətim var. Mən vlog çəkirəm gözəl izləyicilərim. Əlbəttə çəkməliyəm də. Bu gözəl günlərdən olar da yaşasınlar, inşallah yaşayacaqlar da minəm. Evet, benim gibi aynen. Oy. Neyse bilmiyorum. Böyle akım vardı o çok akım. Balıklarımızı ne yapıyoruz? Oba, şimdi bunları işin. Oh my god, kızdılar. Közlemeye koyun. Ay, közlemeye koy. Evet. Şimdi görək. Bu bir balıklar ne olacak? Bəh. Bacarıq deyə pişirib gəlirik. O güzel balıqlarımızı pişirdik, bəli. Yedik qəşəng. Saat 7'nin yarısı da oldu. Bu niyə olmadı? Hə. 7'nin yarısı oldu. Qəşəng biz gedirik evə. Bir 10 dəqiqəyə çıxırıq. Hardasa 8'in yarısına evdə olacağıq. Buranın yolu nə bilim. Biz gələndə neçə dəqiqəyə gəldik bacım? 49 dəqiqə. Hə, 50 dəqiqə tutalım. 1 saat olacaq. O yüzden de arkadaşlar 8'in daha doğrusu 7'nin yarısıdır. Yok 7'ye qalıb. Hə, 7'ye qalıb 10 dəqiqə. 7'də çıxacağıq. 8'e falan tutacağıq evə. Mən sizə vlogu 8'də açacağım evdə. Hələ bağlamıram, narahat olmayın. Və bizim balıqlar gidiyoruz evə. Evet, gedirik. Topalım maşına. Bacım durduruyor. Gidiyoruz mu? Kardeş. Ne bileyim artık kardeş. Gidelim. Arkadaşlar bir 20 dəqiqə olar gəlmişik evə. Saat 9'a qalıb 15 dəqiqə. Bəli 20 daha doğrusu 12 dəqiqə 20:48'dir. Elə 5 dəqiqə olar 10 dəqiqədə girmişik evə. Hər şey yerbəyer elədik. Bəlkə də o birilər əyinlərini dəyişdi, amma mən dəyişməmişəm. İndi əynimi dəyişəcəm. Mama çox ehtimal gedir dayıgilə. Orada yediyimiz balıqdan, zaddan falan dayıgilə aparmağa mütləq olmalıdır bu. Mama gedir amma biz qalırıq evə çünki biz heç axatımız yoxdur. Bacım işləri olduğuna görə. O biri bacımın sabah dərsi olduğuna görə hazırlaşmalıdır. O biri bacımın səhər işə getdiyini görə dedi ki, dayı heç kim yetirəcəm, mən nə gedirəm? Mən də dedim ki, yox, mən də istəmirəm mama. Mən elə qalım elə bunlarla evdə, dəlilərlə evdə. Deli zamanı gelir işte. Neyse. Evdəyik. Pijama parti yapabilirik. O zaman pijama parti videosu gelebilir. Bunların eline gelebilse yer. Mamaya dedim ki, mənim də bəzi işlərim var mama. Ona görə təəssüf edə bilmirəm falan filan. Mama dedi ki, hə, yaxşı özüm tək gedirəm maşınla. Ama getdi indi bir. Mama indi yol saldıq, elə gəldik. Evet. Saat 9-10 dəqiqə qalıb.
əynimi dəyişməliyəm. Təzə sürtə əynimi dəyişəcəm indi. Ondan sonra yenə sizə vlog açacağım. 1-2 dəqiqədən sonra bağlayacağım təbii ki də. Ne saklayayım ya? Ne var ki yani kaplığı. Öpüşüm. Belə. Arkadaşlar. Unpacking elədik, kamp elədik, şəlaləni gördünüz elədi falan filan. Çok kadar geçen gün geçti. En çok da vlogumdan götüreceğiz. Tabii ki kamp hakkındaydım. Evet, mamamla getdisə daimgilə, biz de evde qaldıqsa ne yapmamız gerek? Ev forması keçib sizə vlogu sağollaşmağa geliyor evet. 10 dəqiqə ərzində makyajımı falan biraz təmizlədim elədim. Bir də koftamı dəyişdim, çox istəydim. Şalvarı dəyişməliyəm, indi dəyişəcəm, narahat olmayım. Belə işlər. Kanalıma abunə olub, videoma like atmağı, bol və gözəl yorumlar yazmağı, mənə gözəl dəstək olmağı unutmayın. Təbii ki, edəcəksiniz, mən sizə inanıram, güvənirəm. Çox sağ olun, hər şeyə görə ilk öncə təşəkkürlər. Vlogumu sona qədər izlədiysə, thank you. Mayor. Deməli, İngilizce danışıram, oh my god, nə qəşəng. Bacım mənim zaten, bu arada bacımı soruşmuşsunuz nə universitetdə? Bakı Dövlət Azərbaycan Pedaqoji Universitetində oxuyur. Yəni, necə deyim, Azərbaycan Pedaqoji Universitetində oxuyur. Bəli. Azərbaycan dili ədəbiyyat müəlliməsi olmaq istəyir. Ən çox da Azərbaycan dilinə həvəsi var. Azərbaycan dili ədəbiyyat müəlliməsi olacaq, bilmirəm. Ham 2 də müəllim oldu. Biri piano, bir də ədəbiyyat Azərbaycan dili. Mən də qalmışam bankda. Tüm gün elimiz parayla oynar zaten. Kardeş ve bir mama oje bir 40 dəqiqə olar. Hə, gedib çatıb oje. Biri 5 dəqiqə və danışdı. Gedib çatmışam oje, gəlmişəm balıqları qoyublar süfrəyə. Yığırlar da süfrəyə, qəşəngdən süfrə masaj şey olur. Yığışırlar ki, balıq yesinlər, yenə yeyəcəklər. Mən yemədim. Nəysə. Nuş olsun. Hava xoşlar. Nə olacaq? Yesinlər. Elə yesinlər. Zaten nə olacaq? Həqiqətən. Hə. Öpüşüm. Arkadaşlar. Kalbimi kırıyorsunuz. Neden 30 abone etraflarında kalmışız ki anlamıyorum. Lütfen hədəfim, ilk hədəfim 60 abone olmaqdır. Xahiş edirəm 60 abone olaq yaxında. Bilmirəm niyə 60 abone sevirəm. 60'dan sonra 100 abone olmalıyıq. Hala olacağız. Biz becereceğiz. Ben sizinle oluyorum gerçekten. Kanalıma abone olmaya göre ki mən tez bir zamanda 160, 100k, 10k, 100k çoxlu abunələrə ulaşım və sizə daha gözəl və vloglar çəkim, motivasiyaya gəlim. Həqiqətən motivasiyaya gələrəm o zamanıyım. Bu da belə. Deməli, kanalıma abunə olub, videoma like atıp bol və gözəl yorumlar yazmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Məndən bu vlogdan bu qədər.